Beynəlxalq radioda yeni layihə. Şuşanın səsi. Qarabağın tacı, nadir memarlıq incisi, mədəniyyət beşiyimiz Şuşa. Pənahəli xan Cavanşirin əsasını qoyduğu şəhər qala. Təkrarsız gözəlliyə malik olan əfsanəvi diyar, şöhrəti sərhədlər aşan qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr yetirib. Hər yəçənin yaylağına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşa, cəmalına vurulmuşam. Ulu öndərimiz Heydər Əliyev deyib, Şuşa təkcə Şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanlıları. Nəğməli bayatılı, nağıllı dastanlı Şuşa. Tarixin ayrı-ayrı dönəmlərində əsrarəngiz, göz oxşayan təbiəti Qarabağın başına min bir müsibətlər gətirib. Yadelli işğalçılar bu diyarın sakit həyatını məcrasından çıxarıb, onun yurdsevər insanlarını amansız sınaqlarla üz-üzə qoyurlar. Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ deyib nalə çəkən xalqımız zaman-zaman toparlanıb viran qoyulmuş, yağmalanmış yurdunu yenidən dikəldib. Şuşanın dağları yel dumanlay. Bəli, daha Şuşanın dağlarının başı dumanlı deyil. Artıq həsrətə son qoyulub. Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 8 noyabr 2020-ci ildə Şuşanı işğaldan azad edib. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Hamımız xatırlayırıq ki, 2022-ci il Şuşa ilə elan edilmişdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı mühüm tarixi əhəmiyyət daşıyır. Bu qərar xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin göstəricisi oldu. Şuşada bərpa işlərinə start verilib. Prezident İlham Əliyev Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. El azaddır, dil azaddır, azad sazlarda tel azaddır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru.
Yada düşsün bülbül, Rəşid xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımağım uğraşırsan, dildə bir qərinə cavanlaşırsan. Xoş gördük əziz dinləyicilər. Mikrofon önündə Aybəniz Məmmədəliyevadır. Şuşanın Səsi proqramının növbəti bölümü efirdədir və proqramın müəllifi Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Elçin Əhmədovla birlikdə Şuşa ilə bağlı mühüm bir mövzunun davamını müzakirə edirik. Elçin müəllim, xoş gördük. Xoş gördük Aybəniz xanım. Biz keçən dəfə verilişimizdə görkəmli dövlət xadimi Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi mövzusundan söhbət açdıq və dinləyicilərimizə vəd etdik ki, gələn verilişdə bu mövzunu davam etdirəcəyik. Elçin müəllim, belə görürdük ki, və siz tarixi faktlarla sübut elədiniz ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdən əvvəl başlanmışdı. Bəli, tamamilə doğrudur. Biz keçən dəfə bu barədə geniş danışdıq. Yəni ki, Heydər Əliyevin ümumi liderin, dahi şəxsiyyət, görkəmli dövlət xadiminin o vaxt 1969-cu il iyul ayının 14-də hakimiyyətə gəlməmişdən əvvəl bilirik ki, o Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi və həmin dövrdə ermənilərin əsassız ərazi iddialarının necə qarşısının alınması haqqında kifayət qədər faktları biz keçən verilişimizdə danışmışdıq. Onu qeyd etmək istəyirəm ki, yəni hələ 1969-cu il ümumi lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Bu 69-cu ilin mayında verilmiş bir qərarla özünü təsdiqini tapır. Yəni qeyd etmək lazımdır ki, erməni rəsmi dairələri və alimləri hətta 20-ci əsrin 20-ci illərində saxtalaşdırılmış xəritələri ortaya çıxarmışdılar. Ərazi məsələlərinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi o vaxtlar. 1967-ci ildə Ermənistan SSR-nin millətçi dairələri Azərbaycan SSR-nin daxili işlərinə qarışaraq keçmiş onlar üçün 1923-cü ildə 19-cu əsr boyunca Qarabağın dağlıq hissəsinə köçürülmüş ermənilər üçün yaradılmış o muxtar vilayət ki var idi. O muxtar vilayətin Azərbaycanlı əhalisinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaiti də bölünüb təsdiq olunmasına hər bir vəçlə mane olmağa çalışırlar o vaxtlar. Ondan başqa, Mərkəzi SSR hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyəti o vaxt hələ ümumi lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən 2 ay əvvəl, yəni 69-cu il may ayının 7-sində Ermənistan SSR ilə sərhəd rayonlarının ərazisindən 2000 hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında 1938-ci il mayın 5-də qəbul elədiyi qərarı təsdiq eləmişdi. Təsəvvür edin ki, bu baş verirdi. Ümumi lider Heydər Əliyev 1969-cu il iyul ayının 14-də hakimiyyətə gəlməmişdən 2 ay əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi hakimiyyətə gələndən sonra bu məsələyə çox ciddi yanaşdı, diqqət yönəltdi və bu qərarın icrasını bir dəfəlik dayandırdı. Bəli, Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da təzyiqləri rədd edərək prinsipial bir mövqe göstərdi. Erməni millətçilərinin bu fikirlərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, ümumilli liderimiz həmin qərarın həyata keçirilməsinə imkan vermədi. Bəli, ermənilər öz çirkin niyyətlərindən o dövrdə əl çəkmirdilər. 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində artıq yenidən Qarabağ məsələsini ortaya atmışdılar və onların bu istəklərinin qarşısı, yəni 70-ci illərin ortalarında konstitusiyada qəbul olunmalı idi və o konstitusiya onu saldırmaq istəyirdilər və o baxımdan bütün bunların hamısının qarşısı qətiyyətlə alındı. Mən 14 il Azərbaycana başçılıq eləmişəm və Dağlıq Qarabağ muxtariyyatının 23-cü ildən yaranmasının tarixini çox yaxşı bilirəm. Bu Dağlıq Qarabağa muxtariyyat verilməsi Azərbaycanın başına bir bəla olub, bilin, 23-cü ildə. Düz dobaqları Azərbaycanın rəhbərləri buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət də nail olublar ki, bu qalsın Azərbaycanda. Qalmalıydı, amma muxtariyyat yox. O muxtariyyat, 23-cü ildə verilən muxtariyyat Azərbaycanın içinə qoymuş bir bombadır. Havasa bu partlamalıydı. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiya Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycanı. Qarabağın Azərbaycanı.
Qarabağ Azərbaycanı. Bugün böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi verilişi davam edir. Rəngi Şuşa Lefiriyə. ...1977-ci ildə SSR-nin yeni konstitusiyası qəbul edilərkən, Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSR-in mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSR Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. 77-ci ildə SSR-nin yeni konstitusiyası qəbul olundu. Konstitusiya komissiyası təyin olunmuşdu. Onun sədri Brejnev idi. Biz də onun üzvüydük, mən də Azərbaycanın onun üzvüydük. Vaxt aşırı bu komissiyanın müzakirələri keçirdi. Onun orada Mərkəz Komitənin katibi vardı, Ponomaryov akademik. O aparırdı, Brejnev o qədər iştirak eləmedi. Bir daha gəldim Moskvaya komissiyanın iclasına. Görürəm ki, xeyli ərzələr gəlib ora ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə çıxardı, Ermənistana vermək lazım. Və gördüm ki, bu Ponomaryov və ona bir gətirib verən ermənilər deyirlər ki, bunu komissiyanın müzakirəsinə qoymaq lazım. Elə bu faktın özü ki, bunu komissiyanın müzakirəsinə bıraxasan, başa düşürsən, bu özü nə demək? Mən nə qədər bu etiraz edim, gördüm, yox. Hələ komissiyanın iclasından bir gün qabaq. Yenə də getdim rəhmətli Brejnevin yanına. Dedim, bu nədir, belə şey ola bilməz. Bu götürdü, telefonu zəng elədi, Ponomaryov'u dedi, çıxardı onu. Yayınımıza Şuşa'nın sesiyle devam ediyoruz. Şuşayı Cayna. Yetirim Şuşayı Caynına. Məsələdən xəbər tutan ümumi lider Heydər Əliyev ermənilərin bu cəhdlərin qarşısını almaq üçün bir sıra qətiyyətli addımlar atdı. Onun tapşırığı ilə bir elmi arayış hazırlandı. Daha sonra bu sənəd Azərbaycan o vaxt ki, bilirik ki, Komünist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunda müzakirə olunurdu belə məsələlər və bu məsələlər həmin o büroda müzakirə edildikdən sonra Ermənistan SSR-nin rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edildi. Və bu qərar keçmiş SSR rəhbəri olan Brejnev idi və ona təqdim olundu. Və Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin həmin dövrdə həyata keçirmək istədiyi bu mənfur niyyət də baş tutmadı. Dağlıq Qarabağ həmişə Azərbaycanda xüsusi bir statusa malik və həmişə Ermənistana daha da çox tabe edilən ki, Azərbaycana. Mən işlədiyim zaman bir çox tədbirlərin nəticəsində bu vəziyyəti mən dəyişdirdim. Məsələn, mən orada dəmir yolu çəkdim. İndi sonra mən burada olmayanda o bəzi adamlar günahlandırırlar ki, Heydər Əliyev niyə dəmir yolunu çəkdirdim? Çünki dəmir yolu Ağdama qədər gəlmişdi. Oradan bir 11 kilometr dəmir yolunu çəkmirdilər. Bu nə demək? Onların əlinə əsas vermək lazımdır. Bir neçə fabrikalar. Dedilər ki, institut açaq, institut açdıq. Amma o şərtlə açdım ki, orada Azərbaycan fakültəti də olsun. Erməni fakültəti ilə bərabər, Rus fakültəti ilə bərabər. Bu şeylərlə mən onların müəyyən qədər Azərbaycana bağlılığını edirdim. Və mənim də təsirim orada çox böyük idi. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiyə Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağı Azərbaycaniya. Qarabağ Azərbaycanya. Qarabağ Azərbaycanı. Qarabağın Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi.
Şuşa Sədu. Şuşa Sədu efirədir. Ümumiyyətlə, birinci dəfə hakimiyyətdə olarkən, yəni 1969-82-ci illərdə Heydər Əliyevin qəti mövqeyi və həmin dövrdə SSR rəhbərliyində baxmayaraq ki, erməni millətçiləri çox idilər, onları bu qətiyyət, bu prinsipiallıq narahat eləyirdi. Onlar o çirkin niyyətlərindən yenə də əl çəkmək istəmirdilər. Həmin dövrdə Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, eləcə də bu ermənilərin əsas iddialarının qarşısının alınması və Qarabağa çox böyük diqqət qayğı göstərməsi danılmaz faktdır və bu baxımdan da ümumidir Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ermənilərin əsassız ərazi iddialarının qarşısı hər zaman qətiyyətlə alınmışdır. Gün olacaq ki, bu Novruz bayramını bir dəfə Şuşada keçirdəcəyik ki, o birisi Laçında, o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkilanda, Qubadlıda. Əminəm ki, belə də olacaqdır. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Qarabağı Azərbaycaniya. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycanı. Qarabağın Azərbaycanı. Qarabağ Azərbaycanı. Cücərən otların yaşılında, çiçəkləyən ağaçların beyaz işığında, quşların dimdiyində bayramlar bayramı Novruz gəlir. Elə günə düşərli uğuru xeyir, qədəmləri sayalı olsun. Bayramınız mübarək. Çox sağ olun Elçin müəllim, maraqlı məlumatlara görə, bu tarixi faktları bir daha dinləyicilərimizə təqdim etdiyinizə görə təşəkkürümü bildirirəm. Əziz dinləyicilər, xatırladım ki, bugünkü mövzumuz görkəmli dövlət xadimi Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi mövzusuna həsr olunmuşdu. Bizi gözləyin, Şuşanın səsi gələn həftə yenidən efirdə olacaq.